Bu videoda 24 saat sadəcə qırmızı məhsullar yeyəcəm. Ad qalacağımı düşünürəm. İnşallah mədəm buna dözər. Qırmızı rəngdə olmamağına baxmayaraq çörək yeyə bilərdim. Uşaqlar 150 min abunəm var, amma mənim bir dənə tükana gəlmə şəklimə baxın. Ayaqqabılarıma baxın bir dənə. Dədəmin ayaqqabıları, babamın köynəyi. Səhər yeməyi olaraq uşaqlar çiyələk cemi yeyəcəyik, çünki qırmızı rəngdədir. Wow. Səhər yeməyimizin vaxtıdır uşaqlar. Evdə çörək tapmadım, onun yerinə belə bir şey tapdım. Deyəsən bizimkilər arıqlamaq qərarına veriblər. Tük! Hayat şaşırttı. Öyle düştü. Oha! Bəlkə də bizdən düşüb. Səhər yeməyi tapmaq rahat oldu ye. Bunun gün ortası axşamı var. Uşaqlar, bu arada bu videonu biz siz niyə görə çəkirik? Əslində bir planda belə bir video yox idi. Sadəcə mənim saçım çox qəşəng olduğuna görə bu saçı itirməmək üçün uşaqlar dedim ki, 2 dənə video çəkim bu həftə. Fısıldamayın, sadəcə fısıltım düşəcək mikrofona. Harbi nəfəs almıyor. Uşaqlar, Sadiq ayı olduğuna görə Sadiqin nəfəsini eşidə bilərsiniz siz. Belə nəfəs alır. Saçım qəşəngdir Sadiq. Yoxdur, səsimi çıxartaq yer, ağzın var sənin. Uşağın ağzını hələ kəşf eləmir. Yox. Niyə qəşəng deyil xiyar? Yox, qəşəng deyil, niyə qəşəng olsun? Gerçekten üzgün bu gözler. Otağım biraz dağınırdı. Ara geceler üzerime tut. Abra, sənə qəşəng deyil. Yox deyil. Yuyulmayıb deyə belə deyil. Cristiano Ronaldo, Cristiano gel. Hər səhər yuyuram, bu səhər yumamışam deyə belədir. Ay kəsilir deyəsən. Ölüm qalım mübarizəsi verirəm. Videonun bu hissəsində videoya like atmayı, kanala abunə olmağı unutmayın. Qəşəng oldu Sadiq saçım. İndi qurulanım gəlim görün nə qəşəng saçlarım var mənim. Aytar qalı səni öldürəcək. Tuman namı niyə çəkirsən xiyar? Sən də day hər yeri çək deyəndə oracan demir deyə. Qəşəng oldu Sadiq. Yox. Xiyar, hər deməlisən. Səhər yeməyini uşaqlar həmişə çalışın ki, qəşəng yiyin. Çünki ən önəmli səhər yeməyidir. Günə enerjili başlamağınıza səbəb olur. Videonun altında yorumlar yazın sizə üçün bu enerji hardan gəlir sənə. Çünki mən səhər yeməklərimi qəşəng Va indi qəşəngdir saçı. Uşaqlar YouTube'a baxın burada. Xəstə o tərəfdədir. Hayır, YouTube'a baxın burada. Bax uşaqlar, basırsan promo YouTube'a girir. Elə YouTube açılmışkən hissin təzə klipinə də tepki verək uşaqlar. Birinci tepkini yəqin xatırlayırsınız da. İçin tepkin nədir? Bu komandanın işinə uşaqlar ağzımdan su axa baxıram da. Keçək evdən çıxaq çölə. Ən yaxşı tapa biləcəyimiz qırmızı məhsul pomidor olduğuna görə binə pomidoru gördüyünüz kimi 2 kilo alacağıq bundan. Abi 2 kilo verə bilərsən zəmən olmasa. Heç nə abi, bir dənə tərəzidə də biz onu çəkməliyik, çək 2 kilo olduğunu. İndi səhər yeməyi ilə günorta yeməyinin arasındayıq, qəlyanaltı eləyəcəm. Qırmızı da tərəvəz olaraq pomidordan, bibərdən başqa ağlıma nəsə gəlmədi. Qırmızı biberimiz və qırmızı pomidorumuz. Burada da çörəyimiz. Meyvə tərəvəz alanda əsas olaraq bunları yuyun, yaxşı? Bir dənə bunları yutsam olar. Çox sağ olun. Bəhbəhlə yeyək. Özümü bağda hiss edirəm uşaqlar özümə. İndi gün təzə başlayıb belə gedirik. Vaxt keçdikdə inşallah bədənimdə bir dəyişiklik baş verməz. Hələ ki belə atışdırırıq. Günorta yeməyində görəsən nə yeyəcəyik. Gəl sən pomidor verim. Ya Allah, bir video çəkəcəm. Öpürəm, sağ olun. Uşaqlar, indi dönər yeməyə gəlmişəm, çünki acından ölürəm, günorta yeməyinin vaxtıdır. Amma necə yeyəcəyimizi izləyin, görün. Abi salam. Salam olsun, salam. Demək biz belə bir video çəkirik, 24 saat qırmızı məhsullar yemək videosu çəkirəm də. Olar ki siz mənə dönər verəsiniz, amma içində sadəcə pomidor olsun. Olar bey, olar, problem yok. Problem deyil sizə? Xeyr. Çox sağ olun, da oturam da mən. Əyləşin. Çox sağ olun. Gəl burada. Bəli uşaqlar, dönərimiz gəldi, içini sizə göstərim. 1, 2, 3. Bugünkü dönərim belədir uşaqlar. Günorta yeməyimiz budur. Çörək də qəşəng isti-isti, bax xart eləyəcək bax. Çox dadlı dönərdir. Psixologiyama təsir edirəm ki, ac qalmayım. Yoxsa mən çox acıyıram. Amma qəşəng də gedir o. Həm də üstü çörəkdir. Bu arada fikirləşərsiniz ki, mən 1-2 dişdən alıram, videonu söndürürük, elə deyil. Mən hamısını yeyəcəm, siz də görəcəksiniz. Sadiq də özünü görür oradan. Merhabalar. İndi sürətli kadr gəlir, izləyin. Günorta yeməyi ilə axşam yeməyinin arasındayıq. Qəlyanaltı olaraq belə bir qırmızı tort sifariş elədik. Red Velvet adını gördük restoranın üstündə. Dedik ki, Red Velvet sifariş eləyək.
Bu sarını yeyə bilmərəm, sadəcə bu sarı sənindir. Sarı sənindir sadəcə. Uşaqlar, çay içmirəm çünki çay sarıdır. Xərit eləmədə pulumuz yoxdur çay almağa. 10 üzərindən puan versən, sənə 10 verərəm də. Amma bu dilimə biz 7 manat 50 qəpik pul verdik. Ona görə 10 üzərindən 9. Uşaqlar, bu arada yorumlarda saçımı 10 üzərindən puanlamağı unutmayın. Əsas saçımdır çünki bu videonu saçıma görə çəkirəm. Görə axşam yeməyində nə yeyəcəm, sizə like atmağı və kanala aşağıda abunə olmağı unutmayın. Fikir verdim ki, bütün gün ərzində heç bir su içməmişəm, maye qəbul eləməmişəm. Bədənimdə bu dəqiqə maye ehtiyacı var. O qədər də pomidor yemişik ki, pomidorun tərkibindəki su mənə bəs eləyib. Bir dəqiqə cidden artıq pomidor yeməkdən bezmişdim. Avtobusda, metroda, parkda, yenə metroda, dönərxanadan çıxanda, molda, hətta liftdə belə pomidor yeyirdim. Saçma baxın. Amma nədənsə uşaqlar çox pis ayaq olmaq istəyirəm də, yəni kimsə ayaq qışqırdı mənə, bağışlayın çıxdım sonra, üzr istəyirəm. Kimsə qışqırdı Sadiq, hə? Mən bura çıxmaq olmadığını bilmirdim. Bura pox günündə də ona görə çıxdım. Bütün gün heç nə içməməyimə baxmayaraq çox pis tualetə istəyirəm. Nasıl bu kadar soğukkanlı? Xabi Alonso. Buzdolabı gibi. Tez içim gedək. Qırmızı kaplı almışıq uşaqlar. Artıq axşam yeməyinin vaxtıdır, amma biz yeməyi heç nə tapmadığımıza görə kukuruz almışam uşaqlar, kukuruz yeyəcəyik. İnanırsınız nə qədər axtardım, ChatGPT falan filan, hər yeri, aləmi bir-birinə qatmışam, amma axşam nə yeyəcəyimi tapmadım. Acından da ölürəm. İçim dışım pomidor olub uşaqlar. Dotdu da ha. Hətta siz də yiyin. Sokumdan da içim. İzlədiyiniz üçün təşəkkürlər uşaqlar. Belə videoların daha çox gəlmək üçün like atmağı, kanala aşağıda abunə olmağı unutmayın. Videomu bəyənin, like atın, kanala abunə olun, yorumlara yazın, nəsə yazın bilən. Yorumlarda saçımı 10 üzərindən puanlamağı unutmayın.